Herkese salam, kanalıma hoş geldiniz. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Məncə yaxşıyam. Buna da şükür. Bayaq bu arada çolkamı çox pis kəsmişəm evdə. Instagramda da onun videosunu çəkib paylaşmışam bu arada. Buna baxın bir dənə. Yəni berbat bir çolka ilə sizin qarşınızdayam. Amma eybi yoxdur, buna da şükür. Daha da pis ola bilərdi deyə düşünürəm. Hər nəysə, uzatmadan videonun əsas məğzinə keçirəm. Bugün dırnaqlarımı bir yerdə düzəldirik. Mən düzəldirəm, daha doğrusu siz izləyirsiniz. O cümlə yəni mənə biraz səmimi gəlmir, amma nəysə yəni. Mən düzəldirəm, siz də izləyirsiniz. Baxaq görək necə bacaracağam. Yəni sıfır marifətimlə necə bacaracağam. Baxaq yəni. İstifadə edəcəyim məhsulları qoydum bura. Bu baftı. Bu arada əllərim suydu. Pilka, Topqat və istifadə edəcəyim lak. Baxın, bu rəngi seçmişəm. Və məncə çox qəşəng rəngdir. Gün işığında daha çox qəşəng parlayacaq. Ona görə də bunu seçdim. Deməli dostlar, birinci dırnaqlarımı pilkalayıram. Bu arada sıfır bilgim var. Əslində sıfır deyil, azdan çoxdan bilirəm. Amma bugün bildiklərimi yox, necə gəldi eləmək istəyirəm. Çünki adi lak vuracağım da yəni. Bu arada artıq yanvardan bu yana dırnaq elətdirmirəm. Dırnaqlarım eyni baxın bu vəziyyətdədir. Üstündə nə lak, nə bir şey, yəni istifadə eləmirdim. Bu dırnaqlarımı pilkaladım. İndi isə keçəcəm bu birinə. Və indi keçirik bafa. Bilmirəm, belə eləmək düzgündürmü, yoxsa yox. Amma indi mənim ürəyim dırnaqlarımı baflamaq istəyir. Başdan getdi eləyirəm bu arada, yəni. Çünki öz dırnaqlarımdır, yəni heç kim buna baxıb deməyəcək ki, ayda, yəni daha qəşəng eləyə bilərdin. Evimizdə nə spirt, nə də ki sulu salfetka olmadığına görə adi salfetkaya su tökdüm və dırnaqlarımı belə sildim. İndi lakı vururuq. Əsas məsələ. Başlıyoruz. Hazır mısın? Başlamadan bitti bizim dırnaq sevdamız. Baxın ay dostlar, bu qız bacarır da. Bu ikisini elədim. İndi qoyuram aparata qurusun. Baxaq necə olur. Birinci qatda dırnaqlarım bu formada görünür. İndi isə tək bu qaldı. Bunu da eləyim. Gəlirəm, sonra keçirik o biri dırnağıma. Bu lakın rəngi mənə yetmədiyi üçün belə bir gözlərim var. Düşünürəm ki, bunu istifadə edeyim. Ay. Dırnaqlarım ikinci qatda belə göründü. Bu arada bu disko gel olduğuna görə qaranlıqda daha qəşəng parıldayacaq. Onu da videonun sonunda göstərəcəm. Nə olar da ay qız. Həmin bu zərlə dırnaqlarım belə oldu. İndi topqat çəkəcəm. Baxaq görək necə alınır sonuç. İndi isə bu bir əlimi də eləyirəm və bitirib sonucu göstərəcəm sizə. Dostlar, evdən tez çıxmalı oldum, amma dırnaqlarımı bitirib çıxdım təbii ki də. Və dırnaqlarımın son halı belədir. Görün nə gözəldir. Çox bayılansın. Çox hə. Deməli dostlar, videom bu qədər idi. Əgər xoşunuza gəldisə dırnaqlarım, videomu bəyənin və kanalıma abunə olun. Hələlik.